Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin təşkil etmiş olduğu ali məktəblərə qəbul imtahanlarının test sual nümunələrinin izahı ilə bugün sizlərə təqdim edəcəyim izah 2021-ci tədris ilinin birinci cəhd imtahanının izahlarıdır. İlk sualımızla başlayaq. Sualda bizə insana qədər təkamül sxemi verilmişdir. Bilirik ki, parapteklərdən başlanğıc götürüb hippon, orangutan, driopteklər, driopteklərdən isə başlanğıc götürüb gorilla, avstralopitek və şimpanze. Avstralopiteklər isə bacarıqlı insana başlanğıc vermişdir və bu sxemə əsasən buradan elin avstralopitek olduğunu bilirik. El bizdə olur avstralopitek. Daha sonra davam edək. Mətnin içərisinə diqqət edəcəyik. Bizdə X, Y, Z, hippon, orangutan, drioptek bu şəkildədir. Y-in drioptek olduğunu müəyyən edəcəyik. Çünki drioptek, gorilla, avstralopitek və şimpanzeye başlanğıc vermişdir. Demək ki, Y bizdə drioptekdir. Qalır X və Z-i müəyyən etmək. X-i də mətndən müəyyən edəcəyik. X-in müasir nümayəndədən 12 döş və qərəsi var. Bu orangutandır. Orangutanın insana oxşar xüsusiyyəti 12 döş və qərəsi, 12 cüt qabırğa və ümumilikdə döş qəfəsində 37 sümüyün olmasıdır. Daha sonra M-in müasir nümayəndələri kəllənin quruluşu və ətrafların ölçülərinə görə bizdə M, K, L, gorilla, avstralopitek və şimpanzedir. L-in avstralopitek olduğunu müəyyən etdik. Qalır M və K-nı müəyyən etmək. Bunu da mətndən müəyyən etmiş olaraq, deməli, kəllənin quruluşu və ətrafların ölçülərinə görə deməli, insana bənzər olan şimpanzedir. Bizim emimiz olacaq. Şimpanze. K'ya da qalır gorilla. Z isə buradan hippon olacaq. Çünki orangutan və driopteki müəyyən etmişik. Paraptekdən başlanğıc götürən bir dənə burada hippon qalmışdır. Və ardıcıllığımızı düzürük. Deməli, X bizdə oldu orangutan. Orangutan bizdə 6 nömrəsi ilə qeyd olunmuşdur. Daha sonra Y drioptekdir. Drioptek 1 nömrə ilə. Z hippondur. Hippon 4 ilə. M şimpanzedir. Şimpanze 3 ilə. K gorilladır. Gorilla 5 ilə. L avstralopitekdir. Avstralopitek ise 2 ilə işarə edilmiştir. Ardıcıllığı yığsaq 6, 1, 3, 5, 2 olaraq cavabımızı müəyyən edirik. Davam edirik ikinci sualımız ilə. Eritrosit və leykositlər verilmişdir Venn diaqramında. Yetkin formalarında nüvə olmur. Bu eritrositlərə aid ümumiyyətlə qanun forma elementlərindən yeganə yetkin halda nüvəli olan leykositlərdir. Deməli, yetkin formalarında nüvə olmur. Eritrosit toxumalar oksigen daşıyan eritrositlərdə hemoqlobin deməli zülalı vardır ki, onun hem hissəciyində oksigen birləşərək daşınır. Yəni dəmir özünü oksigen birləşdirib daşınmanı həyata keçirir. Yəni dolayısıyla eritrositlər daşımış olur. Bəzilərində hərəkət orqanoidi var. Biz bilirik ki, leykositlərin yalançı ayağı olan fagosit növləri vardır. Ona görə 3 deməli leykositə getmiş olacaq. Qırmızı sümüklüyündə əmələ gələn hər ikisidir. Eritrositlər qırmızı sümüklüyündə əmələ gəlib qaraciyər və dalaqda parçalanır. Leykositlər isə deməli əmələ gəlib badamcıqlarda, limfa düyünlərində və qırmızı sümüklüyündə parçalanır sadəcə dalaqda. Hər ikisi qırmızı sümüklüyündə əmələ gəlir. Yetkin formalarında xromosomlara malikdir. Bu nüvəsi olanlardır. Nüvəsi olan da bizdə leykositlər olacaq. Çünki xromosom nüvədə yerləşir. Qanun formalı elementidir. Bunların hər ikisi qanun formalı elementinə aiddir. 1-ə 1, 2, 2-yə 4, 6. Üçüncü isə 3, 5 cavabımız olur B variantı. Davam edirik üçüncü sualımız ilə. Uzaq hibridləşmə üçün səciyyəvi olan hansı xüsusiyyət adətən bitki və heyvanlar üçün ümumi hesab olunmur? Biz bilirik ki, uzaq hibridləşmə adətən fərqli növün nümayəndələri arasında aparılır və bu zaman əsasən dölsüzlük müşahidə edilir və bu dölsüzlüyü aradan qaldırmaq üçün bitkilərdə xromosom yığımının dəfələrlə artırılması əsasən tətbiq edilmiş olur. Yəni poliplodiya əsasən bitkilərə tətbiq edilir. Heyvanlardan yeganə tütbək qurduna Astagrov tərəfindən tətbiq edilib. Əksər hallarda heyvanlarda poliplodiya tətbiq edilmədiyi üçün dölsüzlüyün aradan qaldırılması üçün xromosom sayının bir neçə dəfə artırılması əsasən bitkiyə aiddir. Hər ikisi üçün ümumi hesab olunmur. Bəli, hər ikisində dölsüz formalar alınır. Heç birində saf xətt alınmır. Saf xətt qohum çarpazlaşmada ana-bala, bacı-qardaş hibridlərində alınır inbreeding effekti zamanı. Ona görə heç nə bitkidə, nə heyvanda uzaq hibridləşmədə saf xətt alına bilməz. Uzaq hibridləşmədə hər ikisində heterozis effekti müşahidə olunur. Yəni ilk nəsildə bol məhsuldarlıq, yəni yüksək keyfiyyət və s. Və Y variantı alınan hibridlər valideynlərlə müqayisədə dözümlülük, həyatililik qabiliyyəti yüksək olur. Bu da həm bitki, həm heyvana aiddir. Yalnız bitkiyə aid olan burada dölsüzlüyün aradan qaldırılması üçün xromosom sayının dəfələrlə artırılmasıdır və
Bitkilərdə əsasən tətbiq edilsə də heyvanlardan yalnız bir heyvana tətbiq edilmişdir. Ona görə də bu ümumi cəhət sayılmır. Əsasən ümumi cəhət sayılmayacaq B variantı. Sual 4 ilə davam edirik. Bizə verilib vəzi daxili sekresiya vəzsidir. Bədən boşluğunda yerləşmir və sayı 4 ədəddir. Bilirik ki, daxili sekresiya vəzlərindən sayı 4 ədəd olan deməli qalxana bənzər ətraf vəzidir. Onun da hormonu olan X paratormon olacaq. Tiraksin qalxan bənzər vəzin hormonudur, testosteron toxumluğun hormonudur, timozin timus vəzi, melatonin isə epifiz vəzin hormonudur. Sual 5 ilə davam edirik. Yaşıl quş mamırının hansı strukturlar bilavasitə ziqotdan inkişaf edir? Quş mamırında mayalanma gedir dişi fərdin üzərində və dişi fərdin arxigonisi içərisində olan yumurta hüceyrə erkəyin deməli anterid içərisində olan spermatozoidlər tərəfindən mayalandırılır. Spermatozoidlər su damlalarının tərkibində gəlir dişinin üzərinə düşür və mayalanma dişi fərdin üzərində gedir. Dişi fərdin üzərində ziqot yaranır. O ziqotun üzərində ayaqcığı olan qutucuq inkişaf edir. Deməli, burada yetkin fərdə aid olan hissələr haploid xromosom yığımındadır və bunlar spordan inkişaf edənlərdir. Ziqotdan inkişaf edən dişi fərdin üzərində olan ayaqcıq və ayaqcığı olan qutucuq diploiddir. Bunlar isə ziqotdan inkişaf edənlərdir. Ziqotdan inkişaf edəcək 4, 5. Sual 6. Yarpaqlarını tökmüş yaşlı ağac bitkisinin gövdəsinin hüceyrələrində qışda gedən zəif maddə mübadiləsi zamanı əmələ gələn karbon qazı aşağıdakılardan bilavasitə hansı vasitəsilə atmosferə verilir? Deməli, bu olacaq mərciməklərin hesabına. Ümumiyyətlə, dəricikdə ağacıq və deməli, mərciməklər vardır. Əgər cavan dəricikdən söhbət gedirsə, bunun üzərində ağacıqlar olacaq. Əgər yaşlı gövdədən söhbət gedirsə, tənəffüs prosesində qazlar mübadiləsində rol oynayan mərciməklər olacaqdır gövdə üzərində, gövdənin qabığı üzərində. Sual 7 ilə davam edirik. Qarğıdalın qıça çiçək qrupu. Bilirik, qarğıdalı deməli taxıllar fəsləsinə aiddir. Qarğıdalının qıça çiçək qrupunun formunu yazmış olsaq, C4 da yazaq 2 çiçək pulcuğu, 2 çiçək pərdəsi, sonra Y0, D1 olaraq yazarıq. Dişicidir, 2 ağızlıdır, unutmuruq. Deməli, bizdə Y0-da erkəkçik sayı 0-dır, çünki qıça dişi çiçəklərdir. Əgər deyir bizdə C düsturunda deməli nəyi əlavə etmiş olsaq, buğdada olduğu kimi olar. Buğdada necədir? C4, Y3, D1 şəklindədir. Yəni 3 erkəkçik bizdə əksidir. Onu əlavə etmiş olsaq, buğdadakı kimi olar. Sual 8. İnsanın gözünün torluq işasına iş bozularsa ilk növbədə aşağıdakilərdən hansı baş verər? Ümumiyyətlə, görmə analizatının hissələri torluq işan reseptorlar, görmə sinir və beyin yarımkürələrinin əsas payıdır və birinci hissənin işi pozulmuş olacaq, çünki torluq işada reseptorlar yerləşir. Əgər həm reseptorların qıcıqlanması, reseptorların oyanması pozularsa, təbii ki, görmə analizatının birinci hissəsinin işi pozulmuş olar. Sual 9 ilə davam edirik. Parazit sahib münasibətlərini nəzərə almaqla sual işarəsinin yerinə yazıla bilər. Bizə verilib exnokok. Exnokokun əsas sahibi yırtıcı heyvanlar, it, pişik, çaqqal, canavar və s. yırtıcı heyvanlardır. Aralıq sahibi isə insan və kənd təsərrüfatı heyvanlardır. Əgər burada it görürsə, demək ki, bu əsas sahib, parazit əsas sahib münasibətlərini bizə əks etdirir. Biz o zaman uyğun olaraq, analoji olaraq qaraciyər sorusunda yenə əsas sahibi axtaracaq. Qaraciyər sorusunun əsas sahibi insan və qaramaldır. Cavabımız olur B variantı. Deməli, qaraciyər sorusunun əsas sahibi insan və qaramaldır. Onun qaraciyərində yaşayır. Yetkin halda orada parazitlik edir. Aralıq sahibi isə olacaq gölməçək ilbizi. Sual 10 ilə davam edirik. Sxemi tamamlamaq üçün lazım olan ifadələri A, B, C, D, Y, K ardıcıllığı ilə müəyyən edin. Yuxarı ətrafların sərbəst və qurşaq hissələri vardır. Deməli, yuxarı ətrafın sərbəst hissəsinə bazosaid əl sümükləri aid olacaq. Yuxarı ətrafın 2 qurşaq hissəsidir. Qurşaq hissəsinə bir kürək, bir körpücük sümüyü aid olacaq. Yəni, hər qurşağa bir kürək, bir körpücük, ümumilikdə hər çiyinə bir kürək, bir körpücük, ümumilikdə qurşağa 2 kürək, 2 körpücük sümüyü aid olmuş olacaq. Biri müəyyən edirik. Daha sonra gəlirik aşağı ətraflara. Aşağı ətraflarına baxıram, burada çanaq sümükləri verib. Demək ki, bu qurşağından danışır. O zaman 2-ni buraya əlavə edərik. B və K-nı müəyyən etməliyik. Deməli, aşağı ətrafında qurşaq hissəsini verdisə 2 ilə, sərbəst hissəsi olacaq 4 və sərbəst hissəyə də aid olacaq bud, baldır, ayaq, pəncəsi sümükləri. Ardıcıllığımızı müəyyən etmiş olsaq 2, 4, 2, deməli 5, 1,
3, 2, 4, 2, 5, 1, 3 cevabımız olur. A variantı. Sual 11 ilə davam edirik. Endotermik reaksiya termiklərini müəyyən edin. Bilirik ki, biologiyada deməli birləşmə reaksiyaları, sintez reaksiyaları enerjinin udulması ilə müşahidə edilir. Burada misal üçün ADF-in üzərinə H3PO4 gəldikdə makroeqlik rabitə yaranır və həmin rabitədə 40 kilojul enerji toplanmış olur. Yəni bu reaksiyanın gedişi zamanı enerji udulmuş oldu. Daha sonra karbon qazı və sudan qlükoza və oksigenin ayrılması zamanı yenə enerjinin kimyəvi rabitələrdə toplanması baş verəcək. Çünkü sintez reaksiyasıdır. Bu zaman yine endotermiktir. 1 ve 2 bizde endotermik reaksiyalardır. 3 ise glukozanın glikoliz etmesi yani anaerob parçalama reaksiyasıdır ve bu zaman enerjinin ayrılması müşahidə edilir. Egzotermik reaksiyalara aittir. Ayrılmayla müşahidə edilir. O zaman 1-2 bizde olacak endotermik, 3 ise eksotermik reaksiya olur. Sual 12. Dişi kertenkələnin qametlərində hansı cins xromosom olmasaydı çoxalma zamanı onun nəslində yalnız erkəklər olardı. Bilirik ki, kertenkele sürünəndir. Kertenkelenin dişisi XY xromosom yığımına, erkəyi XX xromosom yığımına malik olardı. Eğer değilse ki yalnız erkek olardı. O zaman biz bilirik ki dişi fərdin verdiği yumurta hücresi ya X daşıyar ya da Y daşıyar. Eğer ki hansı deyir olmasaydı yalnız erkek olardı. Y olmasaydı X demək yumurta hücresi erkeğin X-ları ilə birləşəndə yalnız erkek fərdlər yaratmış olardı. Sual 13. Meyvə cismi əmələ gətirən çoxillik göbələk. Burada qov göbələyi çoxillikdir. Həmçinin meyvə cismi yaradır. Burada şampinyon da meyvə cismi yaradır. Lakin çoxillik dediği için qov göbələyini götürmüş olaraq. Sual 14. İnsanın hansı bədən boşluğunda həm sap, həm də azalma proseslərinə rast gəlinər? Sap bizdə olacaq mitoz, azalma isə meyozdur. Həm sap, həm azalma deyirsə, burada cinsiyyət hüceyrələrinin yaranması lazımdır. Qadınlarda bilirik ki, çanaq boşluğunda yumurtaqlar yerləşir və orada yumurta hüceyrə hazırlanır. Kişi orqanizmində isə bədən boşluğunda azalma prosesinə, yəni meyoza rast gəlməli. Çünki onlarda toxumluqlar bədəndən kənarda dəri hissənin içərisində yerləşdiyi üçün bədən boşluğunda azalma prosesi olmayacaq. Amma ümumilikdə insan dediği için qadın orqanizmini nəzərə alıb çanaq boşluğunu müəyyən etmiş oluruq. Sual 15 ilə davam edirik. Neyron sayını verib bilirik ki, biz neyronlar somatik hüceyrələrdir və somatik hüceyrənin xromosom yığımı insan orqanizmindən söhbət gedirsə, deməli 44 üzərinə gəlsə XX və ya XY-dir. Deməli 44 autosom 2 cins xromosomdur. Burada deməli əgər bir neyronumuzda 44 autosom xromosom varsa, 1320-ni bölürük 44-ə. Baxaq ki, 1340 autosom xromosom neçə neyronumuzda var? Deməli, bu olacaq 30 neyron. Davam edirik. İndi ikinci X, Y üçün müəyyən edək. 1760 deməli, autosom xromosom neçə neyronumuzda var? Bunu müəyyən edirik. Burada da deməli, neyron sayımız olacaq 40 ədəd. Deməli, bizim X-imizdə neyron sayı olacaq 30. X-imiz 30'dur. Y-imiz isə 40-a bərabərdir və cinsiyyət xromosomlarını tapsaq, əgər bir neyronumuzda 2 cinsi xromosom varsa, 30 neyronumuzda 60 cinsi xromosom olacaq. Bir neyronumuzda 2 cins xromosom, 40 neyronumuzda 80 cinsi xromosom. B çıxaq A ifadəsinin qiyməti də 20-yə bərabər olacaq. Cavabımızı müəyyən edirik. A variantı. İnsanın göbək ciyəsi. Göbək ciyəsi dedisə bu ciftlə əlaqədardır. Təbii ki, rüşeym ciftə deyil də döl ciftə birləşmiş olacaq. Çünki göbək ciyəsi dölün ciftə birləşməsini təmin edir. Rüşeym dövründə deyil, döl dövründə yaranmış olur. Çünki ciftin yaranması ilə döl dövrü başlayır. Arterial qanı dölə daşıyır. Venoz qanı isə anaya daşımış olur. Ona görə bu ifadə yanlış, bu isə doğrudur. Cavabımız olur 2, 4, 5 A variantı. Sual 17. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. May böcəyinin başının yanlarında deməli 2 ədəd mürəkkəb gözü yerləşir. Onun üçüncü döş buğumuna,
Ümumiyyətlə bütün döş boğumlarına bir cüt ətraf birləşir. Üç döş boğumu var və hərəsinə bir cüt ətraf birləşir. Və deməli ikinci döş boğumuna qanad üstlüyü, üçüncü döş boğumuna isə pərdə qanadlar birləşmiş olur. Bu şəkildə qeyd etsək, bu may böcəyinin deməli döş hissəsidirsə, döş hissəsinə hər birində bir cüt ayaq birləşəcək, bir cüt ətraf birləşəcək. Əlavə olaraq qanadları da yazmış olsaq, qanad üstlüyü, yəni sərt qanad dediyimiz hissə ikinci buğuma, pərdə qanad dediyimiz hissə isə üçüncü buğuma birləşmiş olacaq. Ona görə də üçüncü döş buğumuna iki ayaq və pərdə şəkilli qanad birləşir. Fərdi inkişaf zamanı sürfələri ümumiyyətlə bu tam çevrilmə ilə inkişaf edir. Yumurtadan sürfə çıxır, pupa çevrilir, pupdan isə yetkin fərd inkişaf etmiş olur. Deməli, sürfələri çevrilmiş olacaq pupa. Postembriyonal inkişaf sürfə pup yetkin fərd, embrional isə yumurtadır. Ümumilikdə 4 mərhələni əks etdirir. Tam çevrilmə ilə inkişaf etmiş olur. Cavabımız olur 5, 1, 7 ardıcıl şəkildə C variantı müəyyən etmiş olaraq. İçində buğda dənləri olan 3 stəkana su tökülmüşdür. Birinci stəkanda su yalnız dənləri isladır. İkinci stəkanda su dənlərin üzərini tamamilə örtüb. Üçüncü stəkanda isə stəkanın ağzına qədər su var. Biz bilirik ki, buğda belə deyək, çəltik və pişik quyruğu suda belə cücərir. Amma buğda dənləri isladılması onun cücərməsi üçün kifayət edir. Amma əgər oksigen olmazsa, yəni atmosfer oksigen olmazsa, bu toxumlar şişəcək, lakin cücərməyəcək. Yəni ağzına qədər və ya üzərini tam örtən şəkildə suyun əlavə edilməsi toxumların şişib, lakin cücərməməsinə səbəb olacaq. Amma isladılan toxumlar cücərmiş olacaq. Ona görə yalnız birinci cücərəcək. Davam edirik 19-cu sual ilə. Bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidləri biz bilirik ki, xloroplast və mitoxondrilər DNT və RNT-yə sahibdir və bunlarda özünü törətmə xüsusiyyəti vardır və həmçinin nuklein turşularını sintez edə bilirlər. Cavabımız olur Y variantı. Sual 20 ilə davam edirik. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı, növlərin sayı deyil, burada dişlərin sayı verilməlidir. Bu PDF nümunəsi yığılmadır. Yəni bilavasitə orijinal deyil. Ona görə burada belə bir yanlışlıq var. Orijinalla müqayisə etdim və burada dişlərin sayı verilməlidir. Təbii ki, növlərin sayı olarsa etalonda olan cavablar üst-üstə düşməyəcək. Xüsusən bu yayğın PDF-dir. Bütün qəbulların bircə yığıldığı PDF. Burada diqqət etmiş olsaq, dişlərin sayı verilməlidir. Növlərin sayı deyərsə, cavabımız burada nəticədə 3 olur. Amma etalonda bu cavab 4 olaraq müəyyən olunub. Demək ki, burada yanlışlıq var və orijinal deməli, nümunə ilə müqayisə etsəz, bu yığılmada bu hissə yanlış qeyd edilmişdir. Buna da diqqətimizi çəkək. Deməli, yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı. Alt çənədə yetkin insan deyirsə 16, üst çənədə 16, alt çənədə olmaqla ümumi 32 dişi vardır. Alt çənədə olan bir dişlə qonşu olan dişlərin sayı 2 ədəddir. Diş növləri də isə yalnız sonuncu ağıl dişləri, yəni böyük ağızlı dişləridir. Yəni bir növdür. Əgər növ desə A-nı 1 götürməlidir. Dişlərin sayı deyirsə A-nı 2 götürməli ki, orijinalda da dişlərin sayı verilmişdir. A-mız olur 2. Çünki ağıl dişləri bir tərəfdən öz diş növü ilə qonşudur, bir tərəfdən isə boşluqdadır. Bir dişlə qonşu, öz diş növü də demir burada. Bir dişlə qonşu olan deyir. Yalnız sonuncu ağıl dişləri olan 2 ədəd ağıl dişlərini götürəcək. Növ olaraq 1-dir, amma say olaraq 2-dir. Öz diş növü ilə qonşu olmayan dişlərin sayı isə yenə 2 ədəd olacaqdır. Bu da köpək dişlərdir ki, heç bir tərəfdən öz diş növü ilə qonşu deyil. Təkrar edən birinci deməli hissədə bir dişlə qonşu olan dişlər deyir. Öz diş növü və s. yox. Yalnız bir dişlə qonşu olanları soruşur. Yəni bir tərəfi boşluqda olsun, bir tərəfində isə diş olsun. Burada 2 ədəd ağıl dişini, yəni sonuncu böyük ağızları götürmüş olaraq. Əgər növ desəydi 1 ədəddir, say deyirsə 2 ədəd götürürük. Ona görə cavabımız olacaq A üzərinə gəlsin. B-nin cəmi bizə 4 rəqəmini vermiş olacaq. Davam edirik 21-ci sualımız ilə balıqlar haqqında mülahizə. Balıqlar qəlsəmə tənəffüs edir və qəlsəmə yarpaqlarında oksigenlə qan zənginləşir. Bu doğru fikirdir. Balıqların ürəyində venoz qandır və ona görə də qanı ürəkdən çıxaran
O qarın aortasında da yenə venoz qan axacaqdır. Qarın arterisi ilə arterial qan axır deyilsə yanlışdır. Venaları ilə ürəyə venoz qan gəlir. Deməli, bəli, başından, beldən, qarın hissədən venalar yığılır, vena sinusuna açılır. Oradan isə vena deməli damarları ilə qulaqçığa venoz qan gəlmiş olur. Doğrudur. Ürək başlığında yalnız venoz qandır. Qan tənəffüs orqanından ürəyə qayıtmır. Oksigenlə zənginləşdikdən sonra bilavasitə bədənə gedir. Bədəndəki venoz qan ürəyə qayıdır. Bel arteriyasında isə arterial qan olur. Qəlsəm və çıxarıcı arteriyalardan arterial qan keçir bel arteriyasına. Ona görə də arterial qan olacaq. Sual 22 ilə davam edir. Təkamül baxımından ilk dəfə atomların biogen miqrasiyasının ikinci növü. Atomların biogen miqrasiyasının 3 növü var. Birinci növü yalnız bir hüceyrəliləridir. Birinci növ kimə aiddir? Bir hüceyrəlilərə, canlıların 4 aləmin 4-ündə də ola bilər. Çünki həm bitki, həm heyvan, həm göbələk, həm də bakteriyanın bir hüceyrəlisi var. Deməli, əgər birinci növ biogen miqrasiyanın ilk dəfə çıxdığı era soruşmuş olsaydı arxaya götürərdim. Çünki birinci növ biogen miqrasiyanı bakteriyalar belə edə bilir. Ona görə də bakteriyalar arxayda mövcuddur. Birincini götürmüş, demək arxaya götürmüş olardım. Lakin məndən soruşur ikinci növ biogen miqrasiya. İkinci növ biogen miqrasiya çox hüceyrəliliyi əks etdirir və ikinci növ biogen miqrasiyada bitki, heyvan və göbələklərdə müşahidə edilə bilər. Heyvanın çox hüceyrəli nümayəndəsi yoxdur. Üçüncü növ biogen miqrasiyanı isə yalnız insan həyata keçirir. O zaman ardıcıllıq müəyyən etmiş olsaq, birinci növ biogen miqrasiyanı bakteriyalarda belə mövcud olduğu üçün arxaydan götürmüş olarıq. İkinci növ biogen miqrasiya üçün çox hüceyrəlilik lazımdır. İlk dəfə çox hüceyrəli proterozoida yaranmış oldu. Və ikinci növ biogen miqrasiya canlıların 3 aləmində müşahidə edilir. Bitki, heyvan və göbələklərdə. Üçüncü növ biogen miqrasiyanı insan tərəfindən həyata keçirilir və insan da yarandı Kaynazoy erasının antropogen dövründə. Era Kaynazoy dövr soruşmuş olsa antropogen də meydana çıxmış olacaq. Bizdən soruşur ikinci növ biogen miqrasiya. İkinci növ biogen miqrasiyasını biz proterozoy erasında çox hüceyrəliliyin yarandığı erada götürmüş oluruq. Sual 23 ilə davam edirik. Şəkildə göstərilən quruluşda ürəyə malik heyvanın aid olduğu sinfin nümayəndələri şəkildə biz sol mədəcikdən çıxan sağ aorta qövsü görürük. Əgər sol mədəcikdən sağ aorta qövsü çıxıbsa bu quşlara aiddir. Quşlarda beyin yarımkürələri qırışsız, beyinciyi qırışlıdır. Əgər deyirsə ki, xarakterik deyildir, qırışlı qabıq ilə örtülmüş beyin yarımkürələri bu quşlara aid deyildir. Vəzli və əzələli mədə doğrudur. Qida deməli öncə çinə deməli ağızla qida borusu genişləndi çinədan, bir müddət çinədanda islanır qida, daha sonra keçir vəzili mədəyə, daha sonra isə əzələli mədəyə. Vəzli mədədə fermentlərin təsirinə məruz qalır, kimyəvi həzmi gedir. Əzələli mədədə də dişlər olmadığı üçün mədədə həm mədənin əzələləri hesabına, həm də qida ilə gələn o daşçı hissələri isə hesabına deməli qidanın xırdalanma prosesi baş vermiş olur. Yəni vəzli və əzələli mədə şöbələri quşlar üçün xarakterikdir. Öncə qida vəzli mədədə, daha sonra isə əzələli mədədə olur. Qalıq halında üçüncü göz qapağı xeyr, bunlarda inkişaf etmiş qırpma pərdəsidir. Üçüncü göz qapağı qalıq halında məməlilərdədir. Çin quşağında 3 sümük müxtəlifliyi, bəli, 2 kürə, 2 köpücü, 2 qarğa bunlara aiddir. Müxtəlifliyi 3-dür, götürmürük. Sağ yumurtalığın reduksiya etməsi bunlara aiddir. Əzələvi diafraqma isə aiddir. Bilirik ki, quşlarda yalnız sol yumurtalıq var, sağ yumurtalıq reduksiya etmişdir. Əzələli diafraqma məməlilərə aiddir. Cavabımız olur, aid deyil soruşur. 1, 3, 6 olaraq müəyyən edirik. Sual 24. Formalaşmış nüvəyə malik olmayan canlıların aid olduğu aləmdə formalaşmış nüvəsi yoxdursa bu prokaryotlar, yəni bakteriyalardan danışır. Bakteriyalara aid xüsusiyyət götürməliyik. Mitoz bölünməyə bəli rast gəlinmir. Bakteriyalar sadə bölünür. Xlorofilə malik növlər var. Bəli, fotosintetik bakteriyalar var. Qırmızı, yaşıl, siyanobakteriyalar. Çox hüceyrəli nümayəndələri yoxdur. Heç bir bakteriyanın çox hüceyrəli nümayəndəsi yoxdur. Xlorofili olmayan produsent nümayəndələri var. Bəli, bakteriyalarda avtotrof qidalanmanın hər iki növünə rast gəlinir. Həm xemosintez, həm fotosintez. Xemosintezdə produsent, xemosintez edicilər də yəni xemotroflar da produsentdir, fototroflar da produsentdir.
Klorofili olmayan produsent deyirsə, biz burada hemotrofları nəzərə almış olaraq. Plazmidlərə rast gəlinmir, xeyri gəlinir. Bakteriyaların nümayəndələrində xromosomdan kənar halqa şəkilli DNT-lər, yəni plazmidlər vardır, rast gəlinmir deyirsə yanlışdır. Urasili olan nukleotidlərə rast gəlinmir, xeyr yanlışdır. Niyə rast gəlinməsin? Bakteriyalarda həm DNT, həm RNT-yə sahibdir. RNT varsa urasil də vardır. Cavabımız olur 1, 2, 4. Devam edirik sual 25 ilə. Paleozoy erasının Devon dövründə baş verməyib. Paleozoyun Devonunda. Biz bilirik ki, Paleozoy erasının Devon dövründə çılpaq toxumlarda, qədim çılpaq toxumlar yarandı. Qədim çılpaq toxumlarda toxum yaranmış oldu. Toxum varsa əsas kök var, toxum varsa rüşeym kökçüyü var. Ona görə rüşeym kökçüyü əmələ gətirən generativ orqanın meydana çıxması baş verib. Toxum Paleozoy erasının Devon dövründədir. Trilobitlərin nəsli Perimdə kəsilib, Devonda deyil. Bitkilərin quruya çıxması Ordovikdə olub, Paleozoyun Ordovikində, Devonda deyil. Deməli, Ordovikdə göbələk və bitkilər quruya çıxdı. Stekosefallar bəli, Devondadır. Qədim suda quruda yaşayanlar Devondadır. Qıcıların və qatırquyruqların meydana çıxması yenə Devona aiddir. Dişlərin ixtisaslaşması, yırtıcı dişlərin meydana çıxması, dişlərin ixtisaslaşması Perimdə olacaq. 2, 3, 6 Devona aid olmayanlardır. Sual 26 ilə davam edirik. Şirin su idrarlarında mayalama prosesində bilavasitə cəmi 128 qam iştirak edir. Bilirik ki, bir mayalama prosesində bir yumurtacı, bir spermatozoid iştirak edir. Əgər 2 qamet iştirak edəndə bir zigot əmələ gəlirsə, 128 qamet iştirak etdikdə də 64 zigot əmələ gəlmiş olacaq. 64 zigotdan əgər maksimal şəkildə yumurtalardan, yəni hamısı qorunmuş olarsa, maksimal şəkildə zigot yarandı və bu zigotların hamısından da fərdlər inkişaf edəcək. Çünki maksimal dedikdə hamısından bir fərdin çıxması deməkdir. 64 zigotun hərəsindən bir fərd olmaqla ümumilikdə 64 fərd çıxmış olacaq. Biz bilirik ki, bir dizenteriya amöbünün sistasında 4 nüvə var. 64 nüvə, yəni bu fərd sayına bərabər sayda nüvə neçə sistada olacaq? Cəmi 16 sistada cavabımızı müəyyən edirik 16 olaraq. Sual 27 ilə davam edirik. Uyğunluğu müəyyən edin. Mantia, ümumiyyətlə mantia mollyusklara aid xüsusiyyətdir. Yalnız mollyusklarda rast gəlinir. Ona görə cavab anadontanı bura yerləşdirəcəyik. Qapalı qan damar sistemi həlqəvi qurdlarda və xordallar tipinin nümayəndələrində var. Bir də kalmarı vəsaitlərdə deməli qapalı qan damar sistemində götürürlər. Deməli mantia anadontada olacaq. Daha sonra qapalı qan damar sistemi soxulcan və neştərçədə olacaq. Soxulcan aiddir həlqəvi qurdlar tipinə, neştərçə aiddir xordallar tipinə. Traxeya tənəffüsündə burada məzar böcəyi, yəni həşərat götürəciyi, çağ xərçəngini heç birinə aid edə bilmədik. 1-ə B, 2-yə C, 3-ə D olaraq cavabımızı müəyyən edirik və keçirik situasiya mətninə. Ada dovşanlarında tükün rəngi 2 cüt allellə idarə olunur. Epistaz təsiri burada bizə verir və deyir ki, birinci cüt rəngin əsas allelidir. Yəni, rəng var və ya yoxdur. Bunu müəyyən edən böyük D və kiçik D-dir. Əgər böyük D varsa, rəng var, pigment var deməkdir. Qara pigment var deməkdir. Kiçik D-dirsə, burada pigment yoxdur deməkdir. Yəni, keçirik indi ikinci, allelin yayılmasına, yəni tükün yayılması və yayılmasının qarşısını alın. Harada böyük D-nin yanına böyük A gələrsə, bu tüklərin rəngi olacaq boz rəngdə. Harada böyük D-nin yanında kiçik D varsa, tükün rəngi olur qara. Əgər ki, böyük D yoxdursa, istər yanında böyük A olsun, istər yanında kiçik A olsun, tükün rəngi olur ağ rəngdə. Bu da qısaca fenotip xatırlatması olsun. Və bu allellərin qarşılıqlı təsirini bildik. Boz, qara, ağ epistaz təsirdən danışdım. Bizə deməli nə verir? İki dovşan təqdim edir. Təcrübə aparılır bunlar üzərində. Hər ikisi boz rəngdədir. Öncə onların genotiplərini müəyyən edir. İkinci dihidrozigotdur. O zaman olacaq böyük D, kiçik D, böyük A, kiçik A genotipində. Birinci isə birinci əlamətə görə homozigot pigmentin paylanması allelinə görə isə heterozigotdur. O zaman rəngə görə homozigotdursa böyük D, böyük D, pigmentin paylanmasına görə heterozigotdursa böyük A, kiçik A'dır. Və qeyd edilir ki, cərrahiyyə yolu ilə bir nömrəli ada dovşanının toxumluqları 2-yə köçürülüb. Deməli, bu fenotipdə bu ikinciyə artıq bu yoxdur. Bunun genotipi bu deyil. Və nə köçürülüb? Bura böyük D, böyük D, böyük A, kiçik A genotipi köçürülüb. 2 nömrəliyə isə 1-in toxumluqları köçürülmüşdür. Burada da artıq bu mövcud deyil. Genotipi olaraq nədir?
böyük D, kiçik D, böyük A, kiçik A genotipindedir. Ve daha sonra deyir, əməliyyatdan sonra 2 nömrəli, yəni e, böyük D, böyük D, böyük A, kiçik A, artıq genotipi budur axı. Böyük D, böyük D, böyük A, kiçik A heterozigot ağ dişi dovşanla çarpazlaşdırılıb. Heterozigot ağ dişi, o zaman kiçik D, böyük A, kiçik A heterozigot ağ dişidir. Çünki bu rəngə görə mütləq kiçik D verməlidir. Demək ki, bunun paylanmanı idarə edən deməli gende heterozigotluğu var və bu zaman deməli alınan fərdləri müəyyən etmiş olacağıq. Növbəti suallarda hər üç ada dovşanı çoxalma qabiliyyətinə malikdir. Çaprazlaşma aparılır. İndi keçirik situasiya mətninin suallarına. Əməliyyatdan sonra bir nömrəli ada dovşanı hansı genotipə malik spermatozoidlər hazırlayır? Bir nömrəli ada dovşanımızın genotipi əməliyyatdan sonra budur. Yəni böyük D, kiçik D, böyük A, kiçik A'dır. Bu bizə hansı qametlər verə bilər? Hansı spermatozoidləri verə bilər? Verə bilər böyük D, kiçik D, üzr istəyirəm, böyük D, böyük A, böyük D, kiçik A, kiçik D, böyük A və kiçik D, kiçik A genotipli spermatozoidləri bizə verilmiş olar. Sual 29 ilə davam edir. Çarpazlaşma nəticəsində alınan nəslin mümkün olan genotiplərini müəyyən edin. Bizdə hansı çarpazlaşmanı apardı? İkincini, bax bu çarpazlaşmanın nəticəsini yazacağıq. Biz aldıq buradan qametləri nə? Böyük D, böyük A, bir də böyük D, kiçik A qametini, bu bir fərdimiz. Yani erkek, diğerisi dişini de yazmış olsak, kiçik D, böyük A ve küçük D, kiçik A qametlərini yazmış olduq. Alınan fərdlərimiz hansılardır? Böyük D, kiçik D, böyük A, böyük A. Böyük D, kiçik D, böyük A, kiçik A. Böyük D, kiçik D, böyük A, kiçik A. Burada ise deməli, saniye, böyük D, böyük D, büyük A, büyük D, küçük A, küçük D, büyük A, küçük D, küçük A. Bunları çarpazlaştırdık. Böyük D, küçük D, böyük A, böyük A alındı. Boz renkte olacak. Daha sonra böyük D, küçük D, büyük A, küçük A. Büyük D, küçük D, büyük A, küçük A. Ha, burada da büyük D, küçük D, küçük A alınmış olacak. Burada harda büyük D, büyük A'lar varsa bunlar boz fenotiptedir. Lakin sonuncu isə böyük A geni olmadığı üçün deməli qara rəngdə olacaq. Deməli bizim 75% qara rəngli, deməli 25% də 75% üzr istəyirəm boz rəngli, 25% də qara rəngli fərdlərimiz alınmış olacaq. Deməli mümkün genotiplərini yazın. Yazdıq genotiplərimizi böyük D, kiçik D, böyük A, böyük A, 1 pay, 2 pay böyük D, kiçik D, böyük A, kiçik A alındı. 1 pay da böyük D, kiçik D, kiçik A alınmış oldu bu genotipimiz. Çarpazlaşmadan alınan faizlərimiz də 75% bizdə boz deməli fenotipdə fərdlər alınmış oldu. 25% isə qara fenotipdə fərdlər almış oldu. Ağ rəngimiz isə 0 olacaq.